Herkese selam dostlar, kanalıma ve videoma hoş gelmişsiniz. Ben Aydan. Bugün sizlerle birlikte çok güzel bir videoyla karşınızdayım. Bugün gedəcəyik Gəncəyə hazırlıq edəcəyik, paltar alacağıq, lazımlı hər şeyi alacağıq. Bunu isə sizinlə paylaşmaq istəyirəm. İndi isə mən gedim hazırlaşım, birazdan yola düşəcəyik. İndi mən çimməyə girməliyəm. Buradakı çamadanları da çıxardacağım. Bizə əslində böyük çamadan və formaları verilməli idi, amma verilmədi. Mən həm gələn il milli yığmaya tamamilə keçirəm. Bu il mən padspor olaraq gedirdim, yəni zbora hazırlıq kimi gedirdim. Bizdə həm 15 yaşından götürürlər deyə, mənim də gələn il 15 yaşım tamam olduğuna görə gələn il tamamilə milliyə keçirəm. Gəlin indi isə bu çamadanları aşağı salaq. Ay ya, arxam topa burada. Çamadanı da səhər yığacağım. Amma çamadana nələri qoyacağım, onları indidən hazırlayacağım. Hələlik sağ olun. Dostlar, artıq səhər oldu və mən indi gedəcəm mağazinə. Oradan hər şey alacağım. Mağazindən əlavə bir marketə daha girəcəm. Oradan liner falan alacağım. Biz artıq çıxdıq. İndi avtobusu gözləyib gedirik. Dostlar, artıq biz mağazindəyik. İndi mən ayran götürdüm, roltunu da götürəcəm. Onların qarışığını bilirsiniz, toxtatı olur. Mən götürdüm bir dənə. Bunları da aldı. İndi gedəcəyik, meyvə alacaq. Banan seçirik burada. Mandalini də götürdü, indi ödəyirik. Gəlmişik, belə bir jaket götürdüm. Bunların hamısını evdə mən göstərəcəm. Biz artıq esentrikdəyik və bir şey aldım. Bu da çox belə yekədir. Ona görə bunu götürə bilməm, amma çox qəşəng idi. Jaketi falan yaxşıdır. Öz belə koftası da var. Amma şalvar çox yekədir deyə. Wow. Şalvar çox yekədir deyə götürə bilməm. İndi isə başqa yerə gedirik. Dostlar, biz çox yeri gəzdik. Axırda Eqabutika girdik və oradan bir dənə saytını götürdük. İndi isə gedirik ən birinci getdiyimiz yerə. Oradan jaketi götürəcəyik, ondan sonra da yemək yeyib evə gedəcəyik. Dostlar, biz 40 mindik avtobusa və bu Razin tərəfə gəldi, Agim Mall tərəfə gəldi, amma biz getməliydik Talkıçqa tərəfə. Biz yenə avtobusa səhv mindik. Çünki bu artıq bugünün ikinci dəfədir ki, səhv yola getmək oldu. Birinci biz Eqabutika getmək üçün Xalqlara getməliydik, amma Əhmədliyə getmişdik. Oradan Əhmədlidən Xalqlara qədər piyada getdik. Çox yorulmuşuq. Tez gedib oturmaq istəyirəm. Artıq jaketi götürüb oturmaq istəyirəm. Mən bilirəm oradan nə alacağım, ona görə tez olacaq. İndi isə gedirik. Və bunu da aldıq. İndi isə gedirik dönər yeməyə. Artıq mən evə gəldim. İndi sizə aldıqlarımı göstərəcəm. Bir ədəd börək və simit aldım. Belə çık-çıklardan aldıq. Biri belə duxu. Bədən spreyi. Bir də bunun çox gözəl iyi var. Biraz mandalin və 2 ədəd banan aldıq. Bunları mən qabaqcadan almışdım. Bunları da göstərmək istəyirəm. Belə bir zajım aldıq. Bundan aldıq Elsevdən. Bunu heç yoxlamamışam. Mən həmişə Claire işlədirdim. Hətta dünən yedim, mən saçım çox şişəndi deyə çox qabarıb. Bunu da yoxlamaq istəyirəm. Balacasını aldıq. Ya orta boydu bu deyəsən, ya da balacası. Daha aldıq. Bunu dostuma aldım. Bu mənim deyil. Ama bunu da iyi. Çox gözəldir. Nədir? Bunu mən bilmirdim. Bunlara baxın. Bunlar normal idi. Normaldır bu. Onun iyi çox gözəldir. Bu da normaldır. O birindən nisbətən, amma
Su kimi belə gedir. Belə bir göz karandaşı aldıq. Ucu belədir. Və qalanları isə burcu atışdırmalıqdır. Bu qədər. İndi mən gedəcəm, hazırlaşacağam indidən. Sonra isə çamadanı yığacağım. Və artıq Lili ilə sağollaşıram. Çamadanları da yığdım. Hər şeyim hazırdır. Üstümü də geyindim. Gidelim. Niye böyle bombaşlık var? Sağ olun. Biz artık gedirik. Dostlar, bu video bu kadar. İzlediğiniz için teşekkür ederim. Sağ olun. Tam mesleği.